Sidik qaçıran uşaqlar hər zaman dərman müalicəsi almalıdırmı? Əlbəttə ki, xeyr. Təbii ki, biz bilirik ki, sidik qaçırmalarının böyük bir qrupunu biz dərman müalicəsi ilə müalicə edirik, xüsusilə 5 yaşından sonra. Ancaq bəzi qrup var ki, bunlara dərman müalicəsi verilsə də heç bir faydasını görmürük və yenə uşaqda eyni şikayətlər başlayır. Bu qrup hansı qrupdur? Daha çox psixolojik problemləri olan uşaqlar. Yəni xüsusilə stres bu işdə çox öz sözünü demiş bir məsələdir. Ona görə bu məsələdə mütləq şəkildə 5 yaşından bir uşaqda dərmana dirəncli bir sidik qaçırması varsa, mütləq şəkildə psixoloq dəstəyinin alınmasını məsləhət görürük. Eyni zamanda uşaqların yanaşı olaraq burun-boğaz problemi varsa, yuxu ilə bağlı narahatçılığı varsa, yəni buna bağlı yuxu ilə bağlı narahatçılığı varsa və yanaşı olaraq uşaq xüsusilə allergik bir uşaqsa, həddindən çox kiloya meyilli bir uşaqsa və qida rejimində problem olub, bağırsaq problemi, yəni xüsusilə qəbizliyi varsa, bunlar da sidik qaçırması üçün əlavə olaraq bir şərait yaratmış olurlar. Yəni bu problem bir kompleks problemdir və əgər müalicə cavab vermirsə, kompleks şəkildə uşağı araşdırmaqda fayda var.